mövzunu sidik qaçırması olan xanımlar üçün danışıram. Ən çox da hərəkət sırasında meydana gələn sidik qaçırması olan xanımlara aiddir. Hərəkət sırası nə deməkdir? Yəni öskürdüyümüz zaman, askırdığımız zaman, yerdən əli bir şey götürdüyümüz zaman, yer ediyimiz zaman və yaxud davamlı gün ərzində qeyri-ixtiyari olaraq, yəni sidiyin axması varsa, bu bizim əlimizdə 5 dəqiqə ərzində bir ömürlük həll olunur. Deyirəm, altından da xətt çəkirəm. Bunu mənim tanıyan xəstələrim hamısı bilir. Bu problem ümumi narkoz ehtiyacı olmadan, göbəkdən aşağı keyməklə, vaginal yoldan 1 sm kəsik aparmaqla, yəni aradan qalxır və xəstə həmişə deyirəm ki, illərin problemi 5-7 dəqiqə ərzində yəni həll olunur. Və əməliyyatın səhərsi günündən xəstə normal həyatına, işləyirsə işxanımısa işinə, gücünə, uzaq yoldan, rayondan gəlibsə, yəni rayonuna rahat bir şəkildə yəni qayıda bilər. Xəstə evə buraxılarkən xəstə yaxınlarını hər zaman dönə-dönə yəni tapşırıram ki, xəstəni test edin, sonra aparın. Həmişə gülürlər, amma mən bunu ciddi bir şəkildə deyirəm. Mütləq şəkildə xəstəni öskürdürük, güldürürük, yeridirik, əyilib qaldırırıq. Tam quru şəkildə, yəni özü inanmır. Əməliyyatdan sonra 1 həftə ərzində, yəni özləri hələ o vəziyyətə alışa bilmirlər. Qupquru olduqlarına alışa bilmirlər. Və rahat bir şəkildə, qaranlıq şəkildə də buraxırıq.